Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesi davam etdirilir. APA xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə 22 ailə 102 nəfər köçürülüb. Köç edən ailələr Respublikanın müxtəlif ərazilərində əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdən ibarətdir. Doğma yurda qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin Azərbaycan torpaqlarını işğaldan azad edən Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərə minnətdarlıqlarını ifadə edib. Vətən uğrunda canlarından keçən şəhidlərə rəhmət diləyiblər. Uzun müddətdir gözlədiyimiz ana gəlib qovuşduq. Çox sevindirici bir haldır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. O biri məcburi köçkünlərimizə də vətəninə, öz vətənlərinə köçməyə arzu edirik. Biz böyük bir ailə idik orada. Daha doğrusu mən ora gəlin gəlmişim. İndi belə 3 nəfərlə gedirik, bir də balaca uşaq. Mən oradan çıxanda 4 yaşım var idi. İndi 44 yaşım var. Yəni bizdə oradan mən çıxanda bağçada olmuşam. Yəni məndə bir o qədər hisslər, bir o qədər yəni görməmişəm. Amma böyüklərim hissləri daha böyükdür, daha çoxdur. İnşallah yaxşı olar hər şey. Planlarınız nədir? Onu gələcək göstərər. Gələcəyimiz göstərər. Yəni inşallah yaxşı olar. Allah Ali Baş Komandamıza can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Allah ölkəmizi qorusun. Həm şəhid anası, həm şəhid qızı. Nə bilim, Allah Teala bir də belə günləri bizə göstərməsin. Həmişə göyünüzü təmiz olsun. Ondan sonra da nəvələrimiz, uşaqlarımız hamısı sevinç günündə yaşasın. Gəlin gətirək, qız verək, qız köçürək, nə bilim. Allah Teala hamıya qismət eləsin. Hamının subaylarına bizimkilər də onun içində. Həmişə xoş gün görməyi vətənimizdəkinin hamısını arzulayıram. Fərid Yusifov, Rizvan Əkbərli, APA TV.